Əsgərov Rüfət Mürvətoğlu 29 avqust 1981-ci ildə Qubadlının Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ələkbər Əliyev adına 204 sayılı tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Ali hərbi təhsilini 1993-2003-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində alıb. Kəşfiyyatçı olan Rüfət Əsgərov ailəli idi. Xansuvar və Zəhra adlı 2 övladı yadigar qaldı. Leytenant hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən ən sayılı hərbi hissəsində, baş leytenant hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən ən sayılı hərbi hissəsində xidmət edib. Kapitan hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncədə yerləşən ən sayılı hərbi hissədə, 2014-cü ildə isə Tovuzda yerləşən ən sayılı hərbi hissədə xidmət edib. 2014-cü ildə mayor hərbi rütbəsi alan Rüfət Əsgərov həmin ildən Azərbaycan Ali Hərbi Məktəbinin Kəşfiyyat Kafedrasının baş müəllimi idi. Nümunəvi xidmətinə görə 3-cü dərəcəli qüsursuz xidmətə görə medalı, 2-ci dərəcəli qüsursuz xidmətə görə medalı, 1-ci dərəcəli qüsursuz xidmətə görə medalı, 26 iyun 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, 26 iyun 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, 26 iyun 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif edilib. Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtərin Suqovuşan kəndi və Ağdərə şəhəri istiqamətində gedən əks hücum əməliyyatlarında iştirak edib. Əməliyyatlar zamanı təcrübəli zabit kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Ürəyi vətənin azadlığı uğrunda döyünən Rüfət, iştirakçısı olduğu döyüşlərdə cəsarətlə vuruşub. Rüfətin son döyüşü 14 oktyabr 2020-ci ildə Ağdərə şəhəri istiqamətində olub. Həmin gün cəsur zabit üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhid olub. İkinci fərqli xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra Vətən uğrunda medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Prezidentin 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra hərbi xidmətlərə görə medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Prezidentin digər 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edildi. Rüfət 1981-ci ildə anadan olubdur, 29 avqustda. 9-cu sinifdən sonra Naxçıvanski adına ali
hərbi liseyi qutarıb. 99-2003-cü illərdə də Heydər Əliyev adına Ali Hərbi Məktəb qutarıbdır. Leytenant rütbəsi ilə Beyləqanda Ali Hərbi hissədə kəşfiyyatçı kimi işə başlayıb. Sonra cəbhə bölgələrinin müxtəlif istiqamətlərində həmişə döyüşlərdə olub. Ağcabədidə, Ağdamda. Rüfət haqqında çox şey danışmaq olar. Mərd, igid, vətənpərvər oğlan idi. Uşaqlıqdan sevgi vardı. Bizim bir tərəfimiz Qubadlıdır, bir tərəfimiz də əslimiz Qubadlıdır. Aşağı Molla kəndinə qaçanlar. Rüfət elə o vaxtdan kəndlə, rayonla meyilli idi, sevirdi. Son vaxtlarda bu qaçqınlıq dövründən sonra Rüfətdə elə bir ki, istək əmələ gəlmişdi ki, bu torpaqların azad olunmasında hərbiçi olsun. Məsələn, döyüş yolu ilə, müharibə yolla bu torpaqların qaytarılmasında həmişə istəyirdi. Axırıncı dəfə bu müharibə başlayanda Rüfətin məncə demək olar ki, sevincin həddi yox idi ki, yəni elə bir şərait yaranıb ki, biz gedirik torpağımızı azad eləməyə. Onun o hərbidə keçdiyi yolda şəhid olmuş yoldaşları vardı. Raqib Orucov, Polad Həşimov və bir neçəsini demək olar. Onların ölümündən sonra Rüfətdə elə bir ki, qisas alma hissi daha da oyanmışdı. Məsələsi Rüfətlə söhbət edirdi. Həmişə baxırdın ki, başqa fikirdədir, başqa şeydədir. Ancaq, nə bilim, torpaqlarımızın azad olması olmalı. Vətənpərvər oğlanıdır, igid oğlanıdır, mərd oğlanıdır. Eyni zamanda da bilikli bir zabit idi. Nəysə, 13 oktyabrda xüsusi tapşırıq yerinə yetirərkən şəhid olubdur. Özü ilə apardığı qrupda elə bir ki, özü və radio ötürücüsü yoldaşla ikisi şəhid olub. 2 dənə yüksəklik alıblar, yəni post alıblar. 3-cü postda elə bir ki, üzbəüz döyüşdə özü şəhid olub. Günü idi. Xeyli zəng çatmadı, nəsə narahat olduq. Zəng elədim. Rəis şünasına zəng elədim. Dedim ki, şünası mənim Rüfətdən xəbər yoxdur, zəng çatmadı, nə var, nə yox. Nəysə, onlar hamısı elədilər, axşam idi, zəng çatdı Rüfətə. Nəsə, danışdıq, biraz rahat. Hər şey qədəsində. Ayın 13-cü günü, həmin günü var ki, səhərdən axşama buna ümumiyyətlə zəng çatmadı. Yəni narahatçılıq, birdən telefona mesaj gəldi ki, telefonu açılıb da, yəni şəbəkəyə qayıdım, zəng elədim. 7-nin yarısı idi, ayın 13 günü 7-nin yarısı, 7-yə qalardı. Nəysə, telefonu götürdü, dedim ki, qardaş, heç olmasa biz o tərəfə də, yəni atam narahat olur, heç olmasa atıya bir zəng elə, denən ki, vəziyyət yaxşıdır da. Nəysə, biraz işləndi aramızda, əsəbləşdik. Mən dedim, heç nə səs eşitdim, rahatdır, şükür Allah ki, salamatçıdır. Nəysə, sağollaşmaq istəyəndə birdən dedi, gözlə. Mən də danışdıq, halallaşdıq, övladlarım mənə tapşırdı. Yəni, hər şey ola bilər. 14-cü gün idi, səhər tezdən başladı mənə zənglər gəlməyə. Əskəri yoldaşlar, hərbi xidmətdə olan yoldaşlar, müəyyən keçmişdə mən xidmət edən dövrdə mənim komandir rotam, onların hamısını tanıyırdı qardaşım. Zəng elədilər ki, Rüfətdə zəng çatmır, salamatçılıqdır. Demək ki, bunlar hamı bilirmiş ki, yəni Rüfət şəhid olub. Nəysə ki, mənə qonşum saat 4 idi, 3-4-ün yarısı idi. Mən zəng elədim ki, həyətimizə şəhid gətirirlər. Gəldi, mən bilinmir qardaşımdır. Mən bildiyim, ondan bir gün qabaqki danışığımızdan mən bilirdim ki, nəsə olacaq. Gəldim, bura zəng elədim komandirlərimə.
Mənim motorlarım dedilər ki, hə, odur. Mən fəxr edirəm ki, belə bir atanın övladıyam. O neftçi azarkeş idi, yəni mən də neftçi azarkeş eləmişdik. Hər həftə sonu stadionda demək olar ki, neftçinin bütün oyunlarına gedirdik. Yəni həmişə stadiona aparırdı. Yəni mənim xatirimdə bir vətənpərvər bir ata kimi qalıb. Yəni mən fəxr eləmişəm. Bundan sonra da fəxr eləyəcəm ki, belə bir atanın övladıyam. Mehriban, zarafatçıl. Yəni hər adamla bu insan dil tapar, söhbət eləyər, zarafat eləyər. Yəni könlünü alar. Belə bir xüsusiyyəti var idi. Hər şey yəni dilində idi. Yəni sözün düzünü deməyi xoşlayırdı bu insan. Vətənə bağlı bir insan idi. Dövlətinə bağlı bir insan idi. Yəni şagirdləri, tələbələrinin hər şeyi, vətənin nə olduğunu, torpaqların işğaldan azad olunmasını həmişə danışırdı, deyirdi. Çünki özü də leytenant olandan cəbhə bölgəsində xidmət edib. Yəni bütün demək olar ki, gənc yaşını ancaq vətən üçün, vətənə həsr edib. Yəni, hər dəfə danışırdıq, yəni tez-tez istiqamətimiz tam dəyişmişdi. Mən tam olaraq Füzuli istiqamətinə getmişdim. O Tərtərdə idi. Getdikcə də irəliləyirdik, yerimizi dəyişirdik. Elə olurdu ki, zəng çatmırdı, yanıma çatmırdı, yəni mən danışa bilmirdim. Ki, narahat hiss olurduq, yəni narahatçılıq keçirdik. Bir gün ayın 13-ü idi, 12-si idi təqribən. Qardaşın Nicat zəng vurdu, bəs əlaqə qurma olmur. Nəsə elə oldu ki, danışdıq, axşam radələri idi. Salamatlıq idi, yaxşı idi, dedi, yaxşıyam, narahat olmayın, hər şey yaxşıdır. Ondan əvvəl də bir balaca yara almışdı, qəlpə yarası. Üzünə dəymişdi, sifətinə dəymişdi. Şükür ki, yaxşı idi həmən ərəfədə. Axşamı danışdıq, sonra Nicatla da əlaqə saxladıq, evlə danışmışdı həmən ərəfədə. Ayın 14-ü səhər eşitdiyi şəhid olub, ilkin olaraq heç kim inanmadı. Yəni, indiyənə qədər də belə inanmırıq biz ki, tüfəti itirmişik.